Salam değerli izleyiciler. İndi size 24 may 2026 yıl tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ikinci qrup riyaziyyat suallarının izahını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualdan. A parametrinin hansı qiymətində tənlinin kökləri qarşılıqlı tərs ədədlərdir? Baxırıq, tənlimiz kvadrat tənlişdir, amma şərt yazmalıyıq ki, A sıfırdan fərqli olmalıdır. Çünki A sıfır olanda tənlimiz xətt tənli olacaq. Onda nə olacaq? Artıq bir kök olacaq. A sıfırdan fərqlidir. Hər tərəfi mən A-ya bölsəm, alınır x kvadrat, çıxılsın 9 böl A vur x, üstə gəl 3, üstə gəl 4 böl A. Əvvəl 0. Aldıq çevrilmiş kvadrat tənlik. Çevrilmiş kvadrat tənliyin kökləri cəmi. İkinci əlin əmsalının əksi, yəni 9 böl A. Kökləri hasil isə sərbəst həddə bərabərdir. Yəni 3 üstə gəl 4 böl A-ya bərabərdir. İndi tənliyin kökləri qarşılıq tərsdir. Kökləri qarşılıq tərsdir, deməli x1 ilə x2-nin hasili olmalıdır 1. Gətir burada yerinə yazsaq. 1 bərabər olacaq 3 üstə gəl 4 bölünsün A. 1 çıx 3 bərabərdir 4 böl A-ya. Mənfi 2 bərabər 4 bölünsün A. Bunu alınır ki, mənfi 2A 4-ə bərabərdir. A da alınır mənfi 2. Deməli, A-nın mənfi 2 qiymətində tənlinin kökləri nə olacaq? Qarşılıqlı tərs ədədlər olacaq. İkinci sualımız. Loqaritmik bərabərsizlik verilib, onun həllini soruşur. Buna nə edəcəm? Əvvəlcə baxırıq ki, biz bilirik ki, loqaritmin 6 ifadə müsbət olmalıdır. Yəni, x-imiz sıfırdan böyük olmalıdır. Burada LCX-ə yeni bir dəyişən verəcəm. Yəni, T deyəcəm. T. Onda alınacaq T kvadrat. Üstə gəl T. Çıx 2, böyükdür 0. Bunu belə yazırıq. T üstə gəl 2. T çıx 1, böyükdür 0. İndi ələ oxu çəksək. Kökün biri mənfi 2, biri 1-dir. Hər ikisi boşluq içindədir. Mənfi 2 və 1. Birin sağında T'nin yerinə 2 yazsam, hər ikisi müsbət, hasil müsbət. Mənfi 2 ilə 1 arasında T'nin yerinə 0 yazsam, birincisi müsbət, ikincisi mənfi, hasili mənfi. Mənfi 2-nin solunda mənfi 3 seçsəm, T'nin yerinə mənfi 3 yazsaq, ikisi də mənfi, hasil müsbət. İndi bizdən də burada baxırıq ki, müsbət soruşur. Müsbət olan hissələr bunlardır. Deməli, T'miz 1-dən böyük və ya T'miz mənfi 2-dən kiçik olmalıdır. T nə idi? LCX. Yazırıq LCX böyükdür 1. LCX böyükdür 1 yazıram LC10. Əsas eynidir. 10'dur. 10'da 1-dən böyük olduğu üçün işarə dəyişməz. Yəni x-imiz 10'dan böyük. 10 müsbət sonsuzluq. Keçirik ikinci şərtə baxırıq. LCX eşitdir mənfi 2-dən. LCX eşitdir mənfi 2-ni yaza bilərik. LC %1. Bu şəkildə yaza bilərik. Deməli, x-imiz eşitdir %1-dən. Yəni, x eşitdir 0,1'dən. İndi bir də başda şərt qoymuşuq ki, x müsbət olmalıdır. Yəni, 0-dan böyük olmalıdır. Deməli, həlimiz belə olacaq. Yekun həll. 0-dan 0,1'ə, yəni artıq 0 bu hissəni, yəni mənfi sonsuzdan artıq, yəni 0-dan böyük olan hissə, bu hissəni mənfi sonsuzdan elə bir ki, qurtarır. 0-dan 0,1'ə birləşir 10 müsbət sonsuzluq. Olacaq bizim ümumi həllimiz bu şəkildə olacaq. Yəni doğru cavab D variantı. Üçüncü sual. Bərabərsizliğini həll edin. Burada nəyə baxırıq? 5 üstü mənfi 7x plus 3 dəyişən qüvvət üstündə olduğu üçün bu hər zaman 0-dan böyükdür. Nəyə baxırıq? Qüvvətə baxırıq. Qüvvətdə problem olan nöqtə yoxdur. Yəni xətti funksiyadır. Xətti funksiya x-in istənilən qiymətinə təyin olunub. Artıq biz bunu buradan silə bilərik. Sonra keçirik növbətisinə. X kvadrat çıx x plus 5. Bu
Bu da hər zaman müsbətdir. Çünki birinci ədəd əmsalı 1-dir. Diskriminantı da mənfidir. Ona görə bu hər zaman müsbətdir. Bunu da silirik. Modul x çıx 2 isə 0-dan böyük bərabərdir. Ən azı 0-dır. 0-dan böyük bərabər. Yəni mənfi ola bilməz. Sonra x çıx 1-in kvadratı. Məxrəcdə olduğu üçün normalda deyir ki, kvadrat mənfi ola bilməz də. Məxrəcdə olduğu üçün 0 da ola bilməz. Yəni 0-dan həmişə böyükdür. Yəni məxrəcə görə yazıram. Yəni bunu da silirəm. Bunu da sildim artıq. Sadəcə burada nəyə diqqət edirik? Baxın, bu hissəyə baxın. X çıx 2 0 ola bilər də. X çıx 2-nin modulu 0 ola bilər. Bərabərlik yazmışam. Buna görə də bu mənfi işarəsi itəcək. X çıx 2-nin modulu bərabərdir 0 qalacaq. Buradan x alınacaq 2. Yəni burada həll yalnız və yalnız 2-yə bərabərdir. Doğru cavab Y variantı. Dördüncü sual. ABC üçbucağında AB BD-yə bərabərdir. AB BD-yə bərabərdir. AC ilə BC bərabərdir. AC ilə BC bərabərdir. AD-ni 3 verib, DC-ni 9 verib. Bu da olacaq 12. Bunu da bildik. Mən bura alfa deyirəm, bura beta deyirəm. Bura olacaq alfa plus beta. O zaman burada olacaq alfa plus beta. Qırada bunları çəkim. Bu şəkildə. Deməli, bura alfa plus beta. Burada alfa plus beta. Yəni A bucağı. Bu da D bucağı. Bu da B bucağı. İndi burada nəyə baxırıq? AC ilə BC bərabərdir. AC ilə BC bərabər verdiyi üçün A bucağı ilə B bucağı bərabərdir. A bucağı alfa plus betadır. Bura alfa olduğu üçün burada olacaq beta. Deməli, bura betadır. İndi baxırıq ki, İndi bir də böyük üçbucağı çəkim. A, B, C. Bura betadır. A bucağı alfa plus beta. Burada olacaq alfa plus beta. Baxın. Biz görürük ki, bunlar oxşardır da. Oxşar. AC 12. AC 12. BC də 12. AD 3. BD. BD BA-ya bərabərdir. Yəni burada A deyəcək. Bunlar oxşardır. Oxşar olduğu üçün da yaza bilərik burada artıq. Uyğun bucaqların qarşısını. Uyğun bucaqların qarşısı. Məsələn, burada neçədir? Burada 3-dür. Eyni bucağın qarşısı o birisində. Beta'nın qarşısı AB-dir. AB deyirəm X. AB deyirəm X. İndi hətta burada AB-yə A demişəm. Ya da A yazaq getsin. Yəni burada AB-yə A demişəm. Yəni, baxın, yenə deyirəm, burada beta'nın qarşısı 3-dür, 3 yazdım. Burada beta'nın qarşısı isə AB-dir, A. Bərabərdir. Sonra, burada alfa plus beta'nın qarşısı A'dır. Alfa plus beta'nın qarşısı. Orada isə alfa plus beta'nın qarşısı 12-dir. Buradan alınır ki, A kvadrat bərabərdir 36-ya. A alınır 6. A 6-dır. A 6 deməli, bura olacaq 6. Bizdən də üçbucağın perimetri soruşur. Perimetr üçbucaq. ABC bərabər olacaq AB, AC ilə BC-nin cəmi. AB bizdə 6-dır. AC 12-dir. BC də 12-dir. Toplayanın nəticə olacaq 30. Yəni doğru cavab burada Y variantı. 5-ci sual. M natural, N natural. Hasilinin sonuncu rəqəmi 1 olarsa, M plus N cəminin ən kiçik qiymətini tapın. Bunu bu şəkildə yazacağım. Yazıram 3 üstü 16. Vurulsun 3 üstü 5M. Vurulsun 7 üstü 4. Vurulsun 7 üstü 3N. 3 üstü 4 81'dir. Yəni 1 ilə bitir. Buradan çıxır ki 3 üstü 16 da 1 ilə bitəcək. Yəni sonuncu rəqəm 1 olacaq. Yəni sonuncu rəqəm 1. Demək bunun sonuncu rəqəmi 1'dir. Sonra 7 üstü 4. 7 üstü 4'ün sonuncu rəqəmi yenə 1'dir. Çünki 7 dəfə 7 49, bir də 7 oranı 100, təzən yenə 7 oranı yenə 1 ilə bitəcək. 7 üstü 4 1 ilə bitir. Demək bu da 1 ilə bitir. Deməli artıq bu ekvivalent olacaq nəyə? 3 üstü 5M vurulsun 7 üstü 3N'ə.
Çünki 1'ə vuranda 1 ilə bitəcək. İndi bu hasilin sonuncu rəqəmin 1 olması lazım. İndi burada deyir ki, ən kiçik deyir. M'in yerinə mən 1 yazsam, N'in yerinə 1 yazsam, alınacaq 3-5 vur 7'nin kubu. Bu da nəyə ekvivalentdir? Bu da belə deyim də, ekvivalenti nəyə? Ekvivalentin işarəsini bir anlıq unuttum. Nəysə. Belə yazaq geçsin. Buradan da belə deyim də. Buradan da çıxır ki, yəni bu buradan çıxır ki, bir anlıq. Deməli 3-5, 3-4 1 ilə bitir. 3-4 1 ilə bitir. Ona görə 3-5 3 ilə bitəcək. 3 ilə bitəcək. Çünki 3-4 1 ilə bitir. 3-5 3 ilə bitəcək. 7'nin kubu, 7'nin kubu. 7'nin kvadrat 9 ilə bitir. Təzədən onda 7 vuranda 3 ilə bitəcək. Və nəticə 9. Deməli bu variant mümkün deyil. Sonuncu rəqəm olur 9. İndi keçirik M'ə 2, N'ə 1 verirəm. Gəl bunda nə baş verəcək? Kiçik dediyi üçün kiçiklərdən başlayıram. M2-dirsə, onda olacaq 3'dür 10, 7'nin kubu. 3'dür 10 nə ilə bitəcək? 4'ə bəndə qalıq 2. 3'ün kvadratı. 7'nin kubu da 3 ilə bitir. 3'ün kvadratı bizə verir 9'u. 9'u 3'ə vuranda, yəni bu yenə nə ilə bitəcək? Sonuncu rəqəm 7 ilə bitəcək. Bu da getdi. İndi iləri dəyişəcəm. M'ə 1, N'ə 2 verirəm. M'ə 1 versəm 3'dür 5. N'ə 2 versəm 7 üstü 6. İndi burada nəyə baxırıq? 3-4 1 ilə bitir. 3-5 3 ilə bitəcək. 7 üstü 4 1 ilə bitir. Deməli burada olacaq 7'nin kvadratı qalacaq. 7'nin kvadratı. 7'nin kvadratı. İndi baxarıq. Deməli 7'nin kvadratı 9 ilə bitir. 9'u 3'ə vuranda təzədən bu 7 ilə bitəcək. İndi hər ikisini 2 götürsəm, olacaq neçə? 3'dür 10, 7 üstü 6. 3'dür 10 deməli ekvivalent 3'ün kvadratını. Yəni 4'ə bölənə qalıb 2'dir. 7 üstü 6 bu da 7'nin kvadratını yazacaq. Çünki 7 üstü 4 1'dir. İndi 3'ün kvadratı 9 ilə bitir. 7'nin kvadratı da 9 ilə bitir. Sonuncu rəqəm. 9'u 9'a vuranda sonuncu rəqəm 1 ilə bitəcək. Deməli ən azı bunlar ödədir. 2, 2. 2'nin də 2'nin cəmi doğru cavab olacaq B variantı. 5-ci sual. K'nın hansı ən böyük tam qiymətində parabolasının təpən nöqtəsi 4-cü rübləyə yerləşir? Parabolanın təpən nöqtəsi MN'dir. M bərabərdir mənfi B bölünsün 2A. N də bərabərdir 4AC çıx B kvadrat bölünsün 4A. Əvvəlcə əmsalları müəyyənləşdirək burada. A burada 1'ə bərabərdir. B 2 vurulsun K çıx 5'ə bərabərdir. C isə nəyə bərabərdir? K kvadratına bərabərdir. Onda yazırıq. M bərabərdir. Mənfi B bölünsün 2A. Mənfi B'miz nədir? 2 vurulsun K çıx 5. A'mız nədir? A'mız da 1. 2 vurulsun 1. Yəni 4-cü rübdə yerləşirsə, təpən nöqtəsinin apsisi müsbət olmalıdır. Ordinatı isə mənfi olmalıdır. Deməli, apsis bu müsbət olmalıdır. Apsis müsbət olmalıdır. Qabada əmsal mənfi olduğu üçün 2 müsbətdir. Deməli, K5 mənfi olmalıdır. K5 mənfi olmalı ki, mənfiyə mənfi hasili müsbət. Deməli, K'mız 5'dən kiçik olmalıdır. Bu, təpən nöqtəsinin apsisinə görə. İndi keçir digərinə. N'yi hesablayaq. 4AC. 4 vurulsun A. 1C K kvadrat. Çıxsın B'nin kvadratı. Bunun kvadratı. Bunun da kvadratını yazıram. 4 vurulsun K çıx 5'in kvadratı. Bölünsün nəyə? Bölünsün 4'ə. Yəni 4 vurulsun 1'ə. 4A'ya. Bu da nə olmalıdır? Bu da mənfi olması lazım. İndi burada hər birini 4'ə bölsəm, həm sürət, həm məxrəci 4'ə bölsəm, alınacaq K kvadrat. Çıxılsın K çıx 5'in kvadratı. Olacaq mənfi. K kvadrat çıxılsın. Metodunu açsaq K kvadrat. Çıx 10K. İşte 25. İşte 0. Bunu alır K kvadrat. Çıx K kvadrat. İşte gel 10K. Çıx 25. Sıfırdan kiçik. Bunlar getdi. Bunu alır 10K.
25'dən kiçik. K kiçikdir 2,5. İndi bura diqqətlə baxaq. K 5'dən kiçik, K 2,5'dən kiçik. Hər ikisini ödəyən K 2,5'dən kiçik olan variantdır. Yəni doğru cavabımız budur. K 2,5'dən kiçik. K-nın ən böyük tam qiymətini soruşduğu üçün doğru cavab C variantı. 7-ci sual. İfadəsini sadələşdirin. Kompleks ədədlərdir. Sürətlə məxrəcin qoşmasına vuracaq. Amma əvvəlcə sürəti sadələşdirə biraz. Ondan sonra baxaq. Deməli, 1 çıx 2i vurulsun 3 plus i'yə. 1 3'ə vuranda 3. 1 i'yə vuranda i. Mənfi 2i'ni 3'ə vuranda mənfi 6i. Mənfi 2'ni i'yə vuranda mənfi 2i kvadrat. Biz bilirik ki, i kvadratımız mənfi 1'dir. Yerinə yazsaq, onda alınacaq. İ kvadratın yerinə mənfi 1 yazsaq burada, olacaq müsbət 5 çıx 5i. Yəni 5 vurulsun 1 çıx i. Bu sürət. Gəlir birinə yazırıq. 5 vurulsun 1 çıx i. Bölünsün məxrəc 2 minus i. Kompleks ədədimiz z bərabərdir a plus b şəkildə verilibsə, onun qoşması olacaq a çıx b-i. Burada sürəti də məxrəcin qoşmasına vurmaq lazımdır. Yəni 5 vurulsun 1 çıx i, vurulsun 2 plus i, bölünsün 2 minus i, 2 plus i. Bu da bərabərdir. 5'i vurmayacağım. 5'i burada saxlayıram. 1 minus i'ni 2 plus i'yə vursam, 1 2'yə vuranda 2, 1 i'yə vuranda i, çıx 2i, çıx i kvadrat. Bölünsün. Bu da müxtəsərdir. A kvadrat çıx b kvadrat. Yəni 2'nin kvadratı çıx i'nin kvadratı. Bu da bərabərdir. İ kvadratın yerinə mənfi 1 yazsaq, onda alınacaq 2 çıx i plus 1. Bölünsün 4 plus 1. İndi 5 vurulsun 3 çıx i bölünsün nəyə? 5'ə. Burada 5'lər ixtisar gedir. Nəticədə qalır 3 çıx i. Doğru cavabımız D variantı. Növbəti sualımız 8-ci sual. B üstü 5 ilə 3'ü verib, A üstü 4'də 1'ə bərabər. B üstü 5'də 6'ını deyil, A ilə ifadə edin. B üstü 5'də 6'ını 1'ə yazıram. B üstü 5'də 3'ün kvadratı. B üstü 5'də 3'ü bizə verib. A üstü 4'də 1. Bunda kvadratı olacaq. A üstü 4'də 2. Burada ixtisar gələcək. A üstü 2'də 1 qalacaq cavab. Yəni doğru cavabımız burada Y variantı. 9-cu sual. ABC üçbucağında bucaq B 90 dərəcə. Deməli, bucaq B 90 dərəcə. A, B, C. BAB'ni 5 verib, BC'ni də 12 verib. Pifagoran bura çıxır 13. İndi ki BA vektoru çıx BC vektorunun modulu. BA vektoru çıx BC vektoru. İndi bizdən bunu soruşur. Bu nəyə bərabərdir? BA vektorunun BC vektorunun fərqinin modulunu soruşur. Maraqlı bir sual gəlib çatdıq. Burada nəyə baxmaq lazımdır? Deməli, BA vektoru çıx BC vektoru. Mən belə yaza bilərəm də. BA vektorundan BC vektoru çıxanda mən elə bir şey işarə eləsəm, bu şəkildə CA vektorunu işarə eləsəm, BA vektorundan BC vektorunu çıxanda bizə verəcək CA vektorunu verəcək. Onda gətirib yerinə yazsaq, CA vektorunun uzunluğu. Bu da 13'ə bərabərdir. Yəni doğru cavabımız olacaq A variantı 13'ə bərabər. Başqa cür də yazmaq olardı, amma fikirləşirdim, o uzun gələcək. Və də rahatdır. 10-cu sual. Funksiyasının ibtidai funksiyaların ümumi şəklini tapın. Deməli, bizdən integralını soruşur. İntegral fx dx bərabərdir 12 x üstü 5 dx. 12 burada sabitdir. Çıxır integralın qarşısına. X üstü 5 dx. Bu da bərabərdir. 12 vurulsun. X üstü 5'in integral olacaq. X üstü 5 plus 1 bölsün 5 plus 1 plus c. Bu da bərabərdir. 12 vurulsun. X üstü 6 böl 6
plus c. Olacaq 2x üstü 6 plus c. Yəni doğru cavabımız olacaq D variantı. 11-ci sual. A və B parametrlərin hansı qiymətində təhlükəsizlik sisteminin həlli 2-3 cütü olacaq. 2-3 cütü olacaq. Bu x-dir həll. Bu da y-dir. Gətirib yerinə yazırıq. Birinci təhlükəsizlik yerinə yazsaq 2 vur 2 çıx 3 vur -3 a-ya bərabərdir. İkinci təhlükəsizlik yerinə yazsaq 3 vur 2 üstə gəl 4 vur -3 b-yə bərabərdir. Buradan alınır 4 üstə gəl 9 bərabərdir a-ya. A alınır 13. Buradan alınır 6 çıx 12 bərabərdir b-yə. B bərabərdir -6. Deməli A 13, B -6. Doğru cavab Y variantı. 12-ci sual. Funksiyası üçün funksiyanın törəməsinin -1-dəki qiymətini soruşur. Deməli əvvəlcə funksiyanı belə yazıram. F(x) bərabərdir. Yazıram 2x plus 3'dür. -5. F törəmə x bərabərdir. -5 qabağa gəlir. Özdə 1 var azalacaq. Olacaq -6. Bir də mürəkkəb funksiyada vurulsun 2x plus 3'ün törəməsi. F törəmə x bərabərdir. -5 vurulsun 2x üstə gəl 3'dür. -6 vurulsun 2x plus 3'ün törəməsi. 2x'in törəməsi cəmin törəməsi törəmələri cəmidir. 2x'in törəməsi 2'dir. 3'ün də törəməsi 0'dır. Və nəticə 2 alınacaq. Olacaq -10 2x üstə gəl 3'dür. -6. İndi x-in yerə -1 yazsaq F törəmə -1 olacaq. -10 vurulsun. X-in yerə -1 yazanda -2 üstə gəl 3 üstü -6. -10 vurulsun. 1 üstü -6. Birin də istənilən qüvvəti 0'dan başqa istənilən. Birin ümumiyyətlə istənilən qüvvət nədir? 1'dir. -10 da 1'ə vuranda olacaq -10. Yəni doğru cavabımız C variantı. -10'a bərabərdir. 13-cü sual. Ədədinin 100'ə bölünməsini alan qalığı tapın. Deməli, A bərabərdir. Permutasiya 10'dan 3 bizə verir 10 faktorial. Bölsün fərqi 7 faktorial. Permutasiya n'dən n faktorial. Yəni 7 faktorial. Üstəl 225. Bunlar gedir 10 faktorial. Üstəl 225. İndi 10 faktorial 100'ə bölündə qalıq 0 olacaq. Niyə? Çünki 10 faktorial mən belə yazsam əgər 1 vur 2, vur 3, vur 4, vur 5, vur 6, vur 7, vur 8, vur 9, vur 10. Burada 10 var. 2 ilə 5'in hasılı 10'dur. Artı burada vurgulardan biri artıq 100 olacaq. 100'ə tam bölünəcək. 225'i də 100'ə bölsək 100'ə böləndə 2 dəfə düşür. 2 dəfə 100, 200, qalıq 25. Burada qalıq 0'dır, burada qalıq 25'dir. Toplayanda nəticə olacaq 25. Yəni doğru cavab D variantı. 14. Doğranı 5 köşdə 2, ox kəsinin sahəsi 25 olan konusun tam səthinin sahəsini tapın deyir. İndi konus çəkməli. Konus. Burada nəyə baxırıq? Doğranı verir 5 köşdə 2. Bura 5 köşdə 2. Burada 5 köşdə 2'dir. İndi mən bura R deyirəm. Burada R'dir. Burada H'dır. İndi deyir ki, ox kəsinin sahəsi. Ox kəsinin sahəsi hündürlük vur radiusa bərabərdir. Yəni buradakı üçbucağın sahəsi H vur R-ə bərabərdir. Verib 25. Doğran. İndi Pifaqor teoremindən düzbucaq üçbucaqdan yazsaq H kvadrat üstəlik radiusun kvadratı bərabərdir 5 köşdə 2'nin kvadratı. Yəni H kvadrat üstəlik R kvadrat bərabərdir 25 vur 2. Yəni H kvadrat üstəlik R kvadrat bərabərdir 50. Burada nəyə baxırıq? Hasilləri 25, kvadratları cəmi də 50 olan H da 5'dir, R də 5'dir. Yəni hasilləri 25'dir, kvadratları cəmi də 50'dir. Bunu tapdıq. Tam səthin sahəsi S tam bərabərdir. Oturacağın sahəsi pi R kvadrat. Üstəlik yan səthin sahəsi o da pi R L. Pi vurulsun 5'in kvadratı. Pi vurulsun
Demək radius 5. Burada oran 5 köşdə 2. Bu da bərabərdir 25 pi üstəlik 25 köşdə 2 pi. 25 pini çıxartsaq qalacaq 1 plus köşdə 2. Yəni 25 pi 1 plus köşdə 2. Doğru cavabımız olacaq burada C variantı. 15-ci sual. Yarışda 150 oğlan və 50 qız iştirak edir. Oğlanlar bütün sinifin, yəni bütün iştirakçıların neçə faizini təşkil edir? Oğlanlar. Oğlanların sayını böləcəm bütün şeylərin sayına. Mesela 200. 50'yi kısalırsan 4'te 3 edecek. 4'te 3 ise ne demektir? 75% demektir. Yani doğru cevabımız olacak A variantı. 16. sual. Funksiyasının qiymətlər çoxunu tapın. Deməli, əsas verib 3. 3'dür. 2 çıxsın 5 modul x plus 2. Yəni, dəyişən qüvvət üstündə olduğu üçün y-imiz sıfırdan böyük olacaq. Yəni, bu mənfi qiymətlər və yaxud da sıfır ola bilməz. Sıfırdan böyük qiymətlər olacaq. Sadəcə baxırıq ki, qüvvət üstündəki bu funksiya maksimum qiymət alır. Maksimum. Ona görə bu funksiya maksimum qiyməti tapmaq lazımdır. Biz bilirik ki, modul x plus 2 həmişə sıfırdan böyük bərabərdir. İndi burada əmsal mənfi 5'dir. Mənfi 5'ə vursam, işarə dəyişəcək. Mənfi 5 vurulsun. X plus 2 kiçik bərabər 0 olacaq. Sonra hər tərəfə 2 əlavə eləsəm, alınacaq 2 çıxılsın 5 modul x plus 2 kiçik bərabər 2 olacaq. Deməli, üstün ən böyük qiyməti nədir? 2'dir. Deməli, y-in də maksimum qiyməti olacaq 3/2. Yəni olacaq 9. Sıfırdan böyük maksimumda olacaq 9. Doğru cevabımız olacaq burada nə? C variantı. 17. sual. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 42 dərəcə kiçikdir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucağa mən x desəm, kiçik bucaq olacaq x 42 dərəcə. Uyğun tərəfləri paralel olan bucaqlar ya eyni adlıdır, ya da müxtəlif adlıdır. Fərqləri 42 dərəcə olduğu üçün müxtəlif adlıdır. Müxtəlif adlı olanda cəmləri 180'dir. X üstəgəl x 42 dərəcə bərabərdir 180 dərəcə. Sol tərəfdə alınır 2x, sağ tərəfdə alınır 180 dərəcə plus 42 dərəcə. Hər birini 2'yə bölsəm, x olacaq 90 dərəcə, üstəgəl 21 dərəcə. X olacaq 111 dərəcə. Yəni doğru cavabımız C variantı. 111 dərəcə bərabərdir. 18. Ümumi həddi AN olan ardıcılın 9-cu həddi. Yəni bizdən soruşur A9 nəyə bərabərdir? A9. En yerine 9 yazacağım. 5 vur 9 plus 3. 3 çıxılsın 2 vur 9. Sürətdə alınır 48. Məxrəcdə alınır mənfi 15. 3'ə ixtisar eləsək mənfi 16'nın 5'ə nisbəti. Doğru cavab D variantı. Növbəti 19. Düz prizmanın oturacağının diagonalları 12 və 16 olan romdur. Prizmanın yan səthinin sahəsi 320 olarsa, onun hüdürlüyünü tapın. Düz prizma o deməkdir ki, oturacaq daha doğrusu yan til oturacaq müstəvisinə perpendikulardır. Düz prizma o deməkdir. Yəni, tam rom çəkə bilməsəm, burada da sadəcə məntiqi göstərməyə çalışacağım. Burada. Deməli, oturacağın diagonallarını çəkirəm. Demək ki, romun diagonalları kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, 12, 16-dırsa, bura mən 8, 8 yazacağım. Burada 6, 6. 6, 8, fərqlə bura çıxır 10. Romb olduğu üçün tərəflər 10'dur. İndi burada H-dır. Deməli, yan səthin sahəsi S yan bərabərdir. S yan bərabərdir. Bir dənə üzün sahəsi tapıb 4'ə vuracağım. Bir dənə üzün sahəsi 10 vur H-dır. 10 vur H vur 4. Yazırıq 320 bərabərdir 40 vurulsun H-a. H da alınır 8. Deməli, doğru cavabımız Y variantı. 8'ə bərabərdir.
20-ci sual. ABC və CD-yə konqurent bərtərəfli üçbucaqlarında O və O1 medianların kəsişmə nöqtəsidir. C nöqtəsi AY parçası üzərində, BO 4/3 olarsa AO, O1Y trapesiyasının orta xəttini soruşur. Biz bilirik ki, medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Bura 4/3-dürsə, bura olacaq 2/3. Yəni 2-nin 1-ə nisbəti olsun. İndi biz bilirik ki, bərtərəfli üçbucaqda medianlar həm də nədir? Tən böləndir. Deməli, A bucağı 60-dırsa, deməli, bura olacaq 30 dərəcə. Bura 30. Bura olacaq 60 dərəcə. 30-un qarşısı 2/3-dürsə, 60-ın qarşısı olacaq 12 misli. Yəni, onun kökdə 3 misli. 2/3-ün kökdə 3 misli bizə verir 6. Deməli, bura 6. Bura 6-sa, burada 6. Eyni zamanda artıq ehtiyac yoxdur. Konqruent üçbucaqlardır. Burada 6 olacaq, burada 6 olacaq. İndi bu bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiya da orta xətt. Yəni ki, bu hissəyə artıq orta xətt kimi baxa bilərik. Bu hissə. Yəni 3-dən 6-nın cəmi. Və yaxud da bu birisi hissə. 3-dən 6-nın cəmi. Orta xətt bu deməkdir. Yəni üst oturacaq tapmaq ehtiyac yoxdur. Bu şəkildə deyə bilərik. 3-dən 6 nəticə olacaq 18. Yəni bərabər yanlı trapesiyada hər hansı təpədən hündürlük çəkilibsə, hündürlüyün böyük oturacaqdan ayırdığı böyük hissə orta xəttdir. Həmin xassədən istifadə edərək bu şəkildə dedik. Hansılar kəsişən iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Deməli 0 ilə 90 arasında olmalıdır. Ona görə 1 ola bilməz, 1 ola bilməz, 4 ola bilməz, bir də 5 ola bilməz. 1, 4, 5. Doğru cavab B variantı. 22-ci sual. Perimetri 24 olan düzgün altı bucağının daxilinə çəkimi çəkilən radiusunu tapın. Düzgün altı bucağının daxilinə çəkimi çəkilən radiusu. Əslində burada şəkil çəksək daha rahat olacaq. Amma belə dediyimdə perimetri verib 24. Deməli 6A 24-dür. A çıxır neçə? A çıxır 4. Düzgün altı bucağının daxilinə çevrə çəkilibsə, çevrənin diametri altı bucağının kiçik yanalığına bərabərdir. Yəni diametr bərabərdir alt bucağın kiçik diaqonalı. Alt bucağın kiçik diaqonalı tərəfin kökdə 3 mislidir. Yəni 4/3-ə bərabərdir. Ona görə radius da olacaq diametrin yarısı, yəni 2/3. Doğru cavab B variantı. Növbəti sual, 23-cü sual. ABC üçbucağının B2 bucaq təpəsindən BD medianı çəkilib. B2 bucaq təpəsindən. Bu olsun BD medianı. İndi bura C deyirəm, bura A deyirəm. Mediansa buranı yarıya böləcək, bu heç. Bunu bildik. AB-ni 2 verib, BC-ni 2/2 verib. Mən burada X deyirəm. Sonra CBD bu bucağı verib 30 dərəcə. Bizdən soruşur ABC bucağını soruşur. Yəni mən bura alfa desəm, bizdən alfa ilə 30-un cəmini soruşur. Biz bilirik ki, median sahəni yarıya bölür. Yəni S. İndi biz bilirik ki, iki bucaq, daha doğrusu iki tərəf verilibsə, onlar arasındakı bucaq verilibsə, üç bucağın sahəsi olacaq. Məsəl üçün, yazıram S üç bucaq ABD bərabərdir. AB tərəfi 2, vurulsun BD tərəfi X, vurulsun onlar arasındakı bucağın sinusu. Sinus alfa bölü 2. Yazıram S üç bucaq CBD bərabərdir. BC tərəfi 2/2, vurulsun BD tərəfi X, vurulsun onlar arasındakı bucağın sinusu. Yəni sinus 30 dərəcə. Bölünsün 2. İndi hər iki üçbucağın sahəsi SS olduğu üçün demək sağ tərəflərdə eyni olması lazım. Ona görə də buradan çıxır ki, sürətdəki ifadələr eyni olması lazım ki, sayılar eyni çıxsın. Onda yazırıq. 2 vur X vur sinus alfa bərabərdir 2/2 vur X vur sinus 30 dərəcə. 2'lər getdi. X'lər də gedir. Sinus alfa bərabərdir. Köşdə 2 vurulsun. Sinus 30 da 2'lər 1'dir. Deməli, sinus alfa bərabər olacaq. Köşdə 2 bölü 2. İndi burada B2 bucaq dediyi üçün alfamız 45 dərəcə olacaq. 45 dərəcə. Alfa oldu 45 dərəcə. Bizdən də soruşur. Yəni ABC bucağı alfa plus 30 deməkdir. 45 dərəcə plus 30 dərəcə
Nəticə olacaq 75 dərəcə. Yəni doğru cavabımız 75 dərəcədir burada. 24-cü sual. Kosinus x bölünsün 1 çıx sinus x. Evet, 0 tənliyinin mənfi 2pi 4pi parçasının neçə həlli var. Şimdi biz bilirik ki burada sinus x'imiz 1 ola bilməz də. Çünki məxrəc 0 ola bilməz. O zaman kosinus x bərabərdir 0'dır. Kosinus 0'ı yəni 0 360 arasında 1.90 daha alır. 90 da. Yəni pi bölü 2 yazaq da. Pi bölü 2. Bir də 3 pi bölü 2 də alır. 3 pi bölü 2. Və dərəcəyə çevirsək, dərəcə daha rahat başa düşüləndi məncə. Dərəcəyə çevirsək, deməli biri 90 dərəcə, 90 dərəcə, biri də alır 270 dərəcədə. İndi bu da nə deməkdir? Mənfi 360 dərəcə ilə 720 dərəcə arasındakı həllərin sayını soruşur. İndi x 90 dərəcə götürə bilmərik. Çünki x 90 olanda sinus x 1 olur və məxrəc 0'a gedir. Deməli bu ola bilməz. Deməli x'imiz 270 dərəcədir. Ancaq 270 dərəcə. Deməli yazırıq 270 dərəcə. Üstə dövr eləyəcək. Təzədən 270'ə gəlməsi üçün 360 fırlanmalıdır. Yəni 360 dərəcə vurulsun k-ya. İndi burada k-ya qiymət vermək lazımdır ki, bu aralıqda həllini tapmaq lazımdır bu parçada. K-nı yenə mənfi 2 qoymağın mənası yoxdur. K-nı yenə mənfi 2 qoysaq, olacaq mənfi 720, mənfi 720. Üstəlik 270, o da bu aralı düşməyəcək. K-nı yenə 0 yazsaq, x alınacaq 270 dərəcə. Alındı. K-nın yerinə 1 yazsaq, K-nın yerinə 1 yazan olur. Bir dəqiqə, burada sanki problem oldu. K-nın yerinə mənfi. K-nın yerinə, üzr istəyirəm, mənfi 1'ini yazmadım axı. K-nın yerinə mənfi 1'i yazmadım. K-nın yerinə mənfi 1 yazsaq, mənfi 2'ni yazdıq, ödəmədi. Mənfi 1. K-nın yerinə mənfi 1 yazsaq, x olacaq neçə? Mənfi 90 dərəcə. Bu ödür. K-nın yerinə 0 yazdım. Bir də K-nın yerinə 1 yazsam. K-nın yerinə 1 yazanda x olacaq neçə? 630 dərəcə. Yəni bunların cəmi 630 dərəcə. K-nın yerinə 2 yazsam 720, bu da 270 keçid göstərədir. Deməli 3 dənə K var. 3 dənə həll var. Doğru cavab burada olacaq 3. Yəni həllərin sayı olacaq 3. 25. Limit x pi bölü 8'ə yaxınlaşır. Verilən ifadənin qiymətini soruşur. Biz bilirik ki kosinus kvadratı 4x bərabərdir 1 çıxılsın sinus kvadrat 4x. Bunda yazırıq 1 çıx sinus x, daha doğrusu sinus 4x 1 plus sinus 4x. Gətirib yerinə yazsaq 1 çıx sinus 4x 1 plus sinus 4x bölünsün 1 çıxılsın sinus 4x'e. Bunlar ixtisar gələcək. Qalır 1 plus sinus 4x. X-ə yaxınlaşır pi bölü 8'ə. Yerinə yazsaq 1 üstə gəl sinus 4 vurulsun pi bölü 8. 1 üstə gəl sinus pi bölü 2. Sinus 90'da 1 alır. 1 plus 1 nəticə olacaq 2. Yəni doğru cavab 2'yə bərabərdir. 26-cı sual. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və tənbələnin arasındakı bucaq 20 dərəcə olarsa, bu üçbucağın böyük kiçik bucağın dərəcə ölçüsünü tapın. Yəni düzbucaqlı üçbucaq çəkməli. Bu bizim düzbucaqlı üçbucağımız. Yəni düzbucaq təpəsindən çəkilən hündürlük, burada deyirəm CH-AB. Hündürlük və tənbölən. Bir də tənbölən çəkim. Tənbölən və T deyirəm. Tənbölən olduğu üçün mən bura 45 dərəcə deyəcəm. Bura 45 dərəcə. Çünki bucaq yarıya böləcək. İndi tənbölən arasındakı bucaq 20 dərəcə. Bura olacaq 20 dərəcə. Deməli, CT tənbölən olduğu üçün burada 45 olması lazım. Bura 20 olduğu üçün bura olacaq 25 dərəcə. 25. Burada alfa deyirəm. İndi baxın, alfa plus 25 dərəcə bərabər 90 dərəcəyə. Alfa alınır 65 dərəcə. Bura 65 dərəcədir. Burada 25 dərəcədir də. Böyüyü 65 dərəcədir. Böyük kiçik bucaq soruşur. Cavabımız 65 dərəcə. 27-ci sual. Alfanı verib 0,90 parçasında deyir ki, uyğunluğun
müəyyən edin. Birinci suala baxaq. Deməli, A bərabərdir sinus alfa plus 2. Sinus 0,90 parçasında sinus 1 ilə 0 arasında yerləşir. Hər tərəfə 2 əlavə eləsəm, onda A olacaq necə? 2 əlavə eləsəm 2. Deməli, nə alacaq burada? 2 əlavə eləsəm 2. 2 plus sinus alfa. Bu da 3. Deməli, A yerləşəcək 2 ilə 3 arasında. Deməli, ən kiçik qiymət 2, ən böyük qiymət də 3. Ən böyük qiymət 3, ən kiçik qiymət 2. Deməli, B, Y. Keçir ikincisinə. Kosinus alfa. Kosinus alfa. Eyni şəkildə kosinus alfamız da 0 ilə 1 arasındadır. 90-da 0-dır. 0-da isə 1-dir. 0 ilə 1 arasındadır. Hər tərəfdən 1 çıxsam, mənfi 1, kosinus alfa çıx 1 və 0. Demək, bu da nədir? Burada A yerləşir mənfi 1 ilə 0 arasında. Deməli, ən kiçik qiymət mənfi 1. C variantı da buna uyğun gəldi. Ən böyük qiymət 0. Keçir digərinə. Üçüncüsünə. 3-də biraz ehtiyatlı olmaq lazımdır. A bərabərdir sinus alfa plus kosinus alfa. Burada sinus və kosinus ikisi qarışıqdır. Bunu belə yazıram. Köşdə 2 vurulsun. 1 bölü köşdə 2 sinus alfa. Üstə gəl 1 bölü köşdə 2 kosinus alfa. Bu da bərabərdir. Köşdə 2 vurulsun. 1 bölü köşdə 2'ni yerinə yazıram. Kosinus pi bölü 4 sinus alfa. Digərini də yerinə yazıram. Sinus pi bölü 4. Sinus pi bölü 4 kosinus alfa. Bu da bərabərdir köşdə 2 vurulsun. Ötərizənin içərisi sinus pi bölü 4 üstə alfanın qiymətləridir. Yəni köşdə 2 vurulsun sinus alfa plus pi bölü 4. İndi buna nəyə diqqət edirik? Deməli, sinus alfa pi plus 4 normalda 1 ilə mənfi 1 arasında yerləşir. Köşdə 2 olduğu üçün deməli, mənfi köşdə 2 ilə köşdə 2 arasında yerləşməlidir. Sadəcə alfa 0,90 parçasındadır. Yəni birinci rübdür. Birinci rüb olduğu üçün mənfi qiymətlər ola bilməz. Maksimum qiymət heç. Maksimum qiymət köşdə 2 olacaq. Maksimum qiymət belə köşdə 2-dir. Ən böyük qiymət A. Bunu bildik. Amma burada nəyə diqqət etmək lazımdır? Minimum qiymətləri 1 olacaq. 1. 0 da ola bilməz. Çünki 0 olması üçün. Çünki bucağa baxın. 0 dərəcəni qoysaq 1 eləyəcək. Yəni 1'i artır, 1'i azalır da. Ona görə yerləşəcək 1 vurulsun. Burada köşdə 2'ni unutmuşam. Köşdə 2 sinus alfa plus pi bölü 4. O da ikisi bərabər köşdə 2. Yəni bu şəkildə olacaq. Bu şəkildə. Ən böyük qiyməti köşdə 2'dir. Bu şəkildə. Dediyim şəkildə 0 ola bilməz. 0 olması üçün 1'in əksi olması lazım bunların. Bu da ola bilməz. Növbəti və situasiya suallar. Yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirildi. A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton az. Sonra B tipli maşının hər biri D tipli maşının hər birindən 3 ton az yük gətirdi. Həyətin müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2:3 nisbətində qarışdırıldı. Həyətdə düzbucaqlı üçbucaq formalı sahanın daxilində iki təpəsi katedralər üzərində, digər iki təpəsi ipton üzərində olan kvadrat formalı oyun meydançası quruldu. Bu sahanın qalan hissəsi güllər əkildi və bu sahanın qalan hissəsindən güllər əkildi. İndi 28'də deyir ki, 150 kiloqram qarışıq boya istifadə edildikdən sonra boya ağ və göy rənglidir. 2'nin 3 nisbətində bölünüb. Yəni ağın göyə nisbəti 2/3. Deməli ağ 2K'dır, göydə 3K'dır. Ümumi 150 kiloqram qarışıq istifadə olunub. Yəni 2K plus 3K bərabərdir 150'yə. 5K bərabərdir 150. Qalır 30. K 30. Deməli ağ istifadə olunub 60, göy istifadə olunub 90. İndi deyir ki, istifadə edildikdən sonra əlavə işlər görmək üçün daha 75 kiloqram ağ boya istifadə olunub. 75 ağ. Rənglənməyə ümumilikdə istifadə olunan boyanın neçə faizini göy boya təşkil etmişdir? Göy. Deməli, göyün kütləsi 90'dır, istifadə olunmuş.
kütləsinin ümumi kütlə. Ümumi kütlə nə qədərdir? 225. Vuracaq 100-ə. Yəni faizə çevirmək üçün. İndi burada 100 ilə 225 ixtisar olunur 25'e. Burada 4, burada 9. Aynı zamanda 90 ile 9 ixtisar olunur. Burada 1, burada 10. Ve burada alınır 4 dəfə 10, 40%. Yəni doğru cavab burada 40%-ə bərabərdir. Növbəti sualımız. A tipli 3 və B tipli 2 maşın bir dəfəyə birlikdə 21 ton, C tipli 2 və D tipli 3 maşın isə bir dəfəyə birlikdə 32 ton yük gətirdi. A tipli bir maşının bir dəfəyə neçə ton yük çəkdiyini tapın. Deməli, A, C yazırıq, B, D yazırıq. Şərtə baxaq, diqqətlə baxın. A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton az. C tipli maşının hər birindən 2 ton az. Deməli, bura x-dirsə, bura olacaq x plus 2. Sonra B tipli maşının hər biri isə D tipli maşının hər birindən 3 ton az. Bura y deyilsə, bura olacaq y plus 3. Sonra deyir ki, A tipli 3. A tipli 3, yəni 3x. B tipli 2 maşın. B tipli 2 maşın. Üstəgəl B tipli 2 maşın 2y. Və nəticə nəyə bərabərdir? 21'ə. Sonra deyir ki, C tipli 2. C tipli 2. Yəni 2 vurulsun x plus 2. Üstəgəl D tipli 3 maşın. 3 vurulsun y plus 3. Bərabər nəyə? 32. Görüb burada nə alınır? 2x üstəgəl 4 üstəgəl 3y üstəgəl 9. Bərabər 32'yə. 2x ilə 3y'nin cəmi bərabər olacaq buradan 19. 4 ilə 9'un cəmi 32'dir. Daha doğrusu 4 ilə 9'un cəmi 13'dür. 32'dən də 10 çıxında 19. İndi gəlin. Bu ikisini tərəfləri toplayaq. Gör nə baş verir? 3x, 2x, 5x, 2y, 3y, 5y, 21, 19, neçə eləyəcək? 40. Deməli, x plus y nədir? X plus y olacaq 8. Hər birini 5'ə böldüm. X plus y 8'dir. Bizdən də x'i soruşur da. Bizdən soruşur A tipli, bəli, x'i soruşur. X'i soruşduğu üçün mən bu tənini belə yazıram. X üstəgəl 2x üstəgəl 2y. Bərabər nəyə? 21'ə. X plus y 8 ise bu olacaq neçə? 16. Deməli x'imiz olacaq 5. Yəni doğru cavab 5'ə bərabərdir. Və nəhayət gəlib çatdıq sonuncu suala. Hipotenuzun hər iki ucu oyun meydançasından 8 metr məsafədə olarsa, gül əkilmiş hissələrin ümumi sahəsini hesablayın. Maraqlı bir suala gəlib çatdıq. Deməli, indi burada bəlkə dəqiq görünməyə bilər. Kvadrat şəkilli. Ya da bu şəkillə buradan kopyalayaq. Biraz böyüdək. Rahat elədi. Deməli, kopyalayaq. Yapışdıraq burada. Deməli, mən bura C, bura A, bura B deyirəm. D, Y, F, K deyirəm. İndi bura nəyə baxırıq? Mən bura alfa desəm, bura alfa deyirəm, bura beta deyirəm. Kvadrat olduğu üçün burada olsun, burada 90. Alfa ilə beta'nın cəmi 90. Bura 90, bura alfa olduğu üçün burada beta. Demək, burada olacaq alfa. İndi kvadratdır. Mən bura A desəm, burada A'dır, burada A'dır, burada A'dır. İndi burada nəyə baxırıq? Alfa, beta cəm 90'dır. Yəni üçbucaq A, Y, D ilə üçbucaq K, F, B-yə baxın. Bucaqlar eynidir və iki tərəf də eynidir. 2'yə kat etdi. 8, 8. Deməli, eyni bucaqların qarşısındakı kat etdilər bərabərdir. Alfanın qarşısı burada 8'dirsə, alfanın qarşısı burada 8 olacaq. Beta'nın qarşısı, baxın, burada A'dırsa, beta'nın qarşısı burada 8, baxın, burada 8 olacaq. Burada 8. Deməli, burada nə çıxdı? Burada çıxdı ki, bərabər yanlı, dizi bucaqlı üç bucaq çıxdı 2-nə. Yəni, alfa da beta'ya bərabər çıxdı. 45 dərəcə. Deməli, burada olacaq 45 dərəcə, burada olacaq 45 dərəcə. Çünki bu bucaqla bu bucaq uyğun bucaqdır. Tapdıq. Bura 8. Burada 8, burada 8.
Bunda bura x olsa burada x'tir. X'in köşdə 2 misli 8'e bərabərdir. Deməli x'imiz olacaq 4 köşdə 2. İndi güllərin əkildiyi sahəni tapmaq üçün bir buranın sahəsidir. Buranın sahəsi düzbucaqlı üçbucaqda katlın yarısı. Üstə gəl. Burada da x'də eynidir. Birinin sahəsini tapıb 2'ye vuracağım. Yəni 2 vurulsun 8 vur 8'in yarısı. Şimdi x'e vuranda, yəni x'e vuranda 4 köşdə 2 vur 4 köşdə 2. Cavab çıxacaq neçə? 32. Onda olacaq 32'nin yarısı üstəgəl 64. 16 üstəgəl 64 nəticə olacaq 80. Soruların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.